dəfə mən bunu ictimailəşdirdim, fikirlərimi dedim, təkrar bir də deyəcəm. Amma bu onda ictimailəşdirdiyim başqa bir dərman idi. Bu başqa bir dərmandır. ENAP. ENAP'dır. 20 həb var bu ENAP'ın içində. Nəyə görə bunu belə dedim? Həb var burada, 20 həb. Onları çıxartın buradan baxın da. Neysə də 20 həb var burada. Belə, xırda belə həblərdir. Amma burada necə istifadə etmək üçün həblərdən biz necə istifadə etməliyik? Digər tərəfində də var ha. Düşünərsiniz bir tərəfdə var. Bax. Ay. 2 metre uzunluğudur. Demək ENAP. Həm də ENAP'dır da. ENAP tabletkasının içərisinə təsəvvürdə gətirin ki, keçən dəfəki bir fərqli idi, yəni belə, yuxarıdan aşağı yazılmışdı. İndi sağdan sola, soldan sağa, baxın, əzizlərim, 2 dənə həbə, 20 dənə həbə, gör nələr var, nələr. Buna bilirsiniz nə qədər pullar xərclənib? Buna o qədər pul xərclənmir. Amma buna bir külli miqdarda pullar xərclənir. Heç oxumaq da qeyri-mümkündür. Tərcümə olunub mu? Məncə tərcümə də olunub. Bəli. Bir tərəfində rus dilindədir, rus bukvalarla, digərində bizim dildə, yəni belə deyim də, latin qrafikasından yazılıb. Mən bilmirəm, bax, bu kimə lazımdır? Bunlar əlavə xərclərdir də. Bunu kim oxuyur? Belə qısa və konkret yazın da. Aptekdə olsa alanda soruşdum. Südlə içim, sunan içim. Südsüz için, sunan için. Yeməkdən əvvəl, yeməkdən sonra. Yeməkdən sonra da edə bilərsən, yeməkdən əvvəldə. Gündə 2 dəfə, səhər, axşam, saata qədər gedir. Bunu elə bunu yazıb tutarıb geçsin də. Bu boyda, bax, bu kimə lazımdır, bu kimə lazımdır. Bu axı puldur, bu pulu o qədər istifadə olunmalı, yönəldilməli yerlər var ki.